Salam olsun əziz və böyük Türk millətim. Salam olsun MGTV izləyicilərimiz və bütün izləyicilərimizə. Salam olsun Mustafa bəy sizə. Demək, bu gün danışmaq istədiyim, analiz etdiyim PKK-nın Türkiyə Cumhuriyyəti tərəfindən çəkilməsi və Türkiyənin daxilində olan PKK-sıların Türkiyədən çıxmasını xəbərləri eşitdim. Və buna baxdıqda nəyin bazarlığında bunların Türkiyə Cumhuriyyətindən çəkilməsi və Türkiyənin daxilində olan PKK-sıların tam çıxması və hara getməsi düşündürdü. Burada bir nəticə var. Bu gizli komisyon dediğimiz Numan Kurtulmuş'un başında durduğu komisyon ve bu bazarlıq İmralı'dan terörist APO'nun, yani Abdullah Öcalan o Erməni piçinin çıxarılması gedəcək. Bunun əvəzindədir. Biz PKK olarak yani Türkiye'den çəkildik, çıxırıq və bunun da əvəzində APO deyilən o Erməni piçini affedəcəklər, bırakacaklar. Bu bunun bazarlığıdır. İkinci bir yandan 2 gündür Türkiye medyasında Bakıda Avropa hahamlarının konferans kesilməsinə qarşı çıxanlar və Azərbaycanda bunu durdurmaq istəyənlər və Vətən Partiyasının Genel Başkanı Doğu Pərinciyin də Cənab İlham Əliyevə məktub imzalaması ki bu işləri durdurun, bu İbrahim Anlaşmasının bir parçasıdır. Bakın, İbrahim Anlaşmasının bir parçası deyəndə həm Azərbaycan, həm Türkiyəmiz və Orta Doğu Ərəb ölkələri də bu anlaşmaya imza atıblar. Biz artıq o İbrahim Anlaşmasının içindəyik. Bu bir. İkincisi, İsrail-İran savaşı öncəsi qarşıda gələcəkdə olan, üzümüzə gələn, yaxın zamanlarda olan savaşda bunu qəsdən bura salmaqları bu böyük bir təhlükədir. İranla bizim Azərbaycanı qarşı-qarşıya qoymaqdır. Yəni hədəfə bizi salmaqdır. Burada düşünülmüş güclər ediblər. İkinci bir tərəfdən 2 ay bundan öncə də Azərbaycanda, Bakıda Dünya Mason Lojalarının 33 dərəcə ustadların konferansı oldu, yığıncağı Grand Otel'də. Və bugün Türkiyədə Can Holding cinayətindən tutulan Türkiyə Masonlarının lojasının başında duran 33 dərəcəli Ramzi, o da buradaydı. Rusya Mason lojasının 33 dərəcəli ustadı Bogdanov, o da buradaydı və digər Avropa və dünyanın çox yerindən Mason lojaların ustadları, onlar da buradaydı. Konferans keçirdilər, onların da bir yığıncaq oldu, bağlı qapılar arxasında. Buradan nəyi demək istəyirəm? Bugünkü gedişatlar həm dünyada, həm də bölgədə nələrin baş verməyə və niyə bu günlərə gəlməyi hamısının. Baxın, bütün gördüyünüz nə qədər cumhurbaşkanları var dünyada. Bugünkü Avropa Şurasının başında duranlar, Qafqazda, Türkiyədə, Suriyədə, hər bir yerdə. Hətta Çinin, Rusiyanın da başında duran cumhurbaşkanlarının hamısını təyin edən və bu dünya bəşəri insanlığına düşmənçilik edən bu qətliamlar Qəzzədə, savaşlar Ukraynada, Suriyada, İraqda, Libyada, hər bir yerdə baş verən bütün bu hadisələrin arxasında duran bir dənə dövlətdir. Hansı dövlətdir? O dövlətin nə sınırları var, nə bayrağı var, nə milliyyəti var, nə vətəni var. Onlar 3 böyük şirkətin sindikatıdır. Korporasiya sindikatı, kastadılar demək olar ki. Bunun içine bəzi ailələr daxildir. Və bunlar bugün dünya sərmayəsini əllərində tutan Bilderberg klubunun, Davos Ekonomi Təşkilatının hamısını kuranlar, təşkil edenler, Birləşmiş Millətlər Təşkilatını hətta kuranlar bunlardır. Birinci Dünya Savaşı'nı, İkinci Dünya Savaşı'nı çıxardanlar da bunlardır.
100 ildir bunlar iş başındadılar və dünyanın bu günləri tam əlində tutanlardır. Bunlar hər bir dövlətin cumhurbaşqanını təyin edirlər və bunların çıxarlarına uyğun hərəkət etməli. Əgər bunların çıxarlarına qarşı gələrsə, sonları Qəddafi kimi, Səddam kimi, Bəşər Əsəd kimi və digərləri kimi, ondan öncə Misirdə Ənvər Sədatın öldürülməsi kimi və digərləri kimi baş verə bilər. Və yaxud da ki, xaos yarada bilərlər həmin dövlətdə. Həmin dövlətdə dərbələr və çevriliş edərlər. Bunun da garantisi var. Yəni, bunlar eləyə bilir. Bunlarda millət söhbəti yoxdur. Bunlar elə bir şeytani gücdülər ki, bütün dünyanı əllərində tuturlar. Və bu günləri baş verən hadisələrdə bəzən heç cumhurbaşqanlarının da gücündə olmur ki, istədiyi kimi olsun. Çünki onların projesini təşkil edirlər. Onlara deyilir ki, nəyi nətədir? Onlar bu günləri qara yolları, dəniz yollarını tam kontrol eləmək üçün yeraltı, yerüstü sərvətlərinin hamısını öz əllərinə keçirib sərmayələri əllərində saxladığı üçün və altın yataqlarını, qızılları, bütün dünyanın qızıl yataqlarını əllərində tutduğu üçün bu işləri görürlər. Bəzən elə şeylər var ki, bizim istədiyimizdən olmur və xalq kimisə seçdi, kimisə səs verdi, oy verdi. Bu detonatordur. Onlar artıq kimi təyin edəcəklər, onu hazırlayırlar. Müxalifətdənmi, kimdənsə, hansısa bir siyasi partiyanın içindən və onu tam dəstəkləyərək, xalqı da qışqırdaraq, oy verməyini saxlayaraq onları hakimiyyətə gətirirlər. Və onlar da onların çıxarlarına doğru hərəkət edir. Sizin gördüyünüz bu təlxək geri zəkalı Trump'dır. Bu günləri, məsələn, Misirdə Sisi, Misir Cumhurbaşqanı, həm də ev sahibi əl uzatdı, Trump ona əlini salam vermədi, Sisi'nin əli göydə qaldı. Yəni, burada kimsə günahlandırmaq lazımdır. Bu işləri durdurmaq üçün gərək onlar qədər gücün olsun. Ya da ki, xalqına tam söykənərək sənin də bir nəyinsə olmasın ki, sən onlardan asılı olmayasın. Çünki bütün banklar bunlarındır. Bütün hər kəsin offshore banklar deyirlər, nə deyirlər, o paralar ki, göndərirlər ora-bura, dövlətdən salırlar, oğruyurlar, gizlədirlər. Onlar hamısı onların əlindədir. Heç kəsi gizlədə bilmir. Lazım olanda da bağlayırlar, özlərinə qalır. Lazım olanda da çevirirlər, öldürdürürlər. Yugoslaviyada Çavuşevski nətər öldürdürdülər, onun kimi və çoxlarını. Biz Türklər olaraq Türk Dövlətlər Təşkilatımız var. Bir projenin, bir proqramın üstündə işləyərək bütün Türklərin milli kulturunu, siyasi, ekonomi, hərbi, bütün bu işlər üzrə birlikdə, birləşərək, sıx birləşməklə işlər görməliyik. Ancaq bir-birimizə görməli və ordumuzu, Türk NATO'muzu saxlamalıyıq. Bunu etməliyik. Bu günləri Türkiyəmizi Anadolu Federativ Dövlətlərinə bölmək prosesi sürətlənibdir. Əziz Türk millətim, Türkiyə Cumhuriyyətində 35 milyon yaxın Türk var. Və ondan başqa da digər etnik xalqlar var, qardaş xalqlar. Uyanın, birləşin. Sizə ərmağan edilən dövlətinizi sahib çıxın, qoruyun, bütünlüyünü saxlayın. Yalan yandaş mediada ya dövlət mediasında yaltaqlara, saray yaltaqlara yazarlarına inanmayın. Çünki bütün Türk dünyası Anadolu'dan gözləyir hər bir şeyi. Anadolu Türk dünyasının bu günləri, Anadolu Türkləri Türk dünyasının lokomotividir, flagmanıdır. Oradan bir hərəkət olmasa, bütün Türk dünyası demək olar ki, heç nə elə bilməyəcək. Çünki Türkistan da, Azərbaycan da hamımız biz Rusiyanın ətkisi altındayıq. Bizim burada
Turançılıq, Türk Dövlətlər Birliyinin birləşməsinə mücadilə edənlər, yazarlarımız, aydınlarımız çox zor bir durumda çalışırlar. Tatarstanda, Başkurdistanda bunlar ağır bir durumdadır. Doğu Türkistan gözü yoldadır. Və bunu da buradan deyim ki, Türkiyə Cumhuriyyətinin 20 ildir diş işlərində Türklərə aid heç bir proje yoxdur. Türklərə aid heç bir bölüm yoxdur. Olsaydı Suriyadakı Türkmenlərin varlığını sayardılar. Olsaydı Kərkükdə, Musulda Türkmenlərimizi qoruyardılar. Dünənləri Kərkükdə Türkmenləri Bərzani'nin peşmərgələri, İraq Bərzani peşmərgə kürdləri dövmüşlər. Hamısını oradan təmizləmək istəyirlər. Kərkükü də peşkəş ediblər olaraq. Və orada olan Türkmen köylərinin hamısı peşkəş edilib İraq Bərzani Kürdistanına. Və petrolu da. Bunlara dur demək lazımdır. Və Kuzey Kipris Türk Cumhuriyyətində yeni seçilən Turfan bəyə təbriklərimi edirəm Azərbaycan Türklər adından. Xeyirli uğurlu olsun Kipris xalqına və Türk milliyətçi ruhunu, Atatürk Cumhuriyyətçisini çizgisini tutan bir vətən övladına buradan salamlar olsun. Və son olaraq Sayın Orxan Özəllərə azadlıq arzu edirəm. Sonuna kimi yanındayıq. Haqsız yerə tutulan Bordo bələdisi, Türk övladı. Allah'a emanet olun. Nə mutlu Türküm deyənə. Ruhdan düşmək yox. Mücadiləmiz sonuna kimi.